Qəbula qədər fizkanı təkrarlayırıq. Bu gün danışacağım statikadan. Statika cisimlərin tarazlıq şərtini öyrənən bölmədir. Cismin tarazlığının 3 növü olur: dayanıqlı tarazlıq, dayanıqsız tarazlıq və fərqsiz tarazlıq. Tarazlığın isə 2 növü olur. Birincisi, cismə qüvvə təsir etmirsə və yaxud da təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabərdirsə, cisim ya sükunətdə qalır, ya da düz xətti bərabər sürətlə hərəkət edir, ətalət qanunundakı kimi. Tarazlığın ikinci şərti isə fırlanan cisimlər üçündür. Cismə saat əqrəbi istiqamətində təsir edən qüvvələrin momentlərin cəmi ilə cismə saat əqrəbi istiqamətində təsir edən qüvvələrin momentlərinin cəmi sıfıra bərabər olmalıdır. Statikada biz həmçinin sadə mexanizmlərdən də danışırıq. Sadə mexanizmlərdən ən çox təkrarladığımız linklər, tərpənən, tərpənməz blok və mail müstəvidir. Linklər tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisimlərdir. Uzun qolunu qısa qola böləndə qüvvədə qazancını tapırıq. Həmçinin tarazlıq şərti də momentlər qaydasına görə müəyyən olunur. Tərpənməz blok isə şəkildə kimi olacaq. Qüvvədə bizə hər hansı bir qazanc vermir, təkcə qüvvənin istiqamətini dəyişmək üçündür. F bərabərdir mg düsturu ilə ipin ucuna təsir edən qüvvə təyin olunur. Tərpənməz blok isə bizə qüvvədə 2 dəfə qazanc verir. İpin ucuna təsir edən qüvvə F bərabərdir mg bölünsün 2 düsturu ilə tapılır. Mail müstəvi isə üfüqə nəzərən bucaq təşkil edən müstəvidir. Uzunluğunu hündürlüyünə böləndə qüvvədə neçə dəfə qazanc verdiyini tapa bilirik. Əlavə olaraq 1 bölünsün sinus alfa düsturu ilə də qüvvədə qazancını tapa bilirik. Qəbula qədər bütün fizika proqramını təkrar etmək üçün məni izləməyi yaddan çıxartma. Hələlik.